Müsahibimiz Xankəndi Futbol Klubunun yarım müdafiəçisi Sərxan Ağayevdir. Sərxan, ilk öncə təbrik edirəm. Komanda bu il Azərbaycan Kubokunda debüt elədi və ilk oyunda da qələbə qazandı. 2-1 hesabı ilə Quba üzərində və qolların müəllifinin biri sən idin. Elə ilk qolun. Oyunu və öz qolunu da şərh eləyərdin zəhmət olmasa. İlk öncə oyun gözəlliyimiz ağır keçdi həqiqətən. Həm stadion cəhətdən, həm hava şəraiti, amma yenə də komandamız əzmkar mübarizə apardı. 1-0 geri olmamıza baxmayaraq geri dönüşümüzü elədik. Xankəndi Futbol Klubu ilk dəfə Azərbaycan Kubokunda iştirak edirik. İstəyirik ki, yəni inşallah bundan sonra da Xankəndi Futbol Klubu olaraq daha da yuxarı zirvələrdə oynayaq. Növbəti rəqibimiz də bəllidir artıq. Difai komandası ilə ikinci təsnifat mərhələsində görüşəcəyik. Yəni bu oyun haqqında nə deyə bilərdin? Yəni daha güclü rəqib olacaq təbii ki. Bəli. Birinci liqa. Difai birinci divizyon komandasıdır. Yəni, bu futboldur, bilmək olmaz. Yəni, bizim də kollektivimiz, uşaqlarımız hamısı yaxşıdır, hamısı formadadır. İnşallah oturub da keçərik. Növbəti hədəfimizlə, Sumqayıtla gözəl bir futbol olur. Oldu. Təşəkkür edirəm müsahibə üçün. Sənə də komandanın da uğurlar arzulayıram. Sağ olun.